Bu filmin adı World War Z filmidir. Yəni Dünya Müharibəsi Z. Bu filmdə zombilər haqqında məlumat verir. Bu film Max Brooks'un eyni adlı romanı əsasında çəkilib. Film 2013-cü ildə çıxıb və rejissoru Mark Forsterdir. Bu film Max Brooks'un eyni adlı roman əsasında çəkilib. Film 2013-cü ildə çıxıb və rejissoru Mark Forsterdir. Filmin qısa süjeti isə budur. Dünyaya sürətlə yayılmış bir zombi virusu tədqiq edir. BMT işçisi Christian Lane və Brad Pitt ailəsini qorumaq və virusun mənbəyini tapmaq üçün dünyaya dolaşır. Film çox sürətli temperdədir. Zombi səhnələri çox gərgindir və dramatikdir. Xüsusilə də Yerusalim səhnəsi çox məşhurdur. Film qorxu və triller janrındadır. Filmi izləməyi unutma. İndi isə sağ olun, salamat qalın. Bir sonraki videolarımızda görüşənə qədər.